Özəl tibb fəaliyyəti üzrə lisenziya almaq üçün hansı sənədlər tələb olunur? Özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alınmalıdır. Bu lisenziya Səhiyyə Nazirliyinin müsbət rəyi əsasında İqtisadiyyat Nazirliyi tərəfindən verilir. Bunun üçün bir sıra sənədlər tələb olunur. Sahibkarlığın bu növü ilə məşğul olmaq istəyən şəxslər Azərbaycan Respublikasının prezidenti yanında Anti-inhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən avadanlıqların normativ texniki tələblərə uyğun olması barədə təsdiq edici sənəd almalıdırlar. Bundan əlavə, tibb xidməti göstərəcək şəxslərin müvafiq ixtisasa malik olmalarını təsdiq edən sənədlərin surətləri təqdim edilməlidir. Müəssisədə fəaliyyət göstərəcək həkimlər üçün ixtisas üzrə 5 ildən, orta tibb işçiləri üçün isə 3 ildən az olmayaraq iş stajı tələb olunur. Fəaliyyətin həyata keçiriləcəyi hər bir obyektlə bağlı ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti olmalıdır. Bu sahə üzrə fəaliyyət yalnız qeyri-yaşayış sahəsi olmasına dair müvafiq çıxarışı olan obyektlərdə həyata keçirilə bilər.